Salam dostlar, İngilis dilinin təməlini öyrənmək istəyirsinizsə, bu 13 sözü mütləq bilməlisiniz. Bu videoda sözlərin mənasını, necə düzgün tələffüz edildiyini və cümlədə necə işləndiyini öyrənəcəyik. Hazırsanızsa başlayaq. Sözlərin izahı. İlk sözümüz en. İzahı bu bir deməkdir. Əgər söz samitlə başlayırsa, saitlə başlayırsa ən istifadə edirik. Nümunəmiz I have a book. Mənim bir kitabım var. İkinci sözümüz about. Mənası haqqında deməkdir. Bir mövzu üzrə danışarkən işlənilir. Nümunəmiz let's talk about movies. Gəlin kinolar haqqında danışaq. Üçüncü sözümüz above. İzahı daha yüksəkdə və ya bir şeyin üzərində deməkdir. Nümunəmiz the sun is above the clouds. Günəş buludların üzərindədir. Dördüncü sözümüzə keçək. Across. Bir tərəfdən digər tərəfə keçmək və ya qarşı tərəfdə olmaq. The shop is across the street. Mağaza küçənin qarşısındadır. Beşinci sözümüz action. İzahı hərəkət, fəaliyyət və ya bir işin görülmə prosesidir. We need to take action now. İndi hərəkətə keçməliyik. Keçək biz də hərəkətə 6-cı sözümüzə. Activity. İzahı əyləncə və ya məqsəd üçün edilən fəaliyyət və ya məşğuliyyət. Nümunəmiz reading is a good activity. Kitab oxumaq yaxşı bir fəaliyyətdir. 7-ci sözümüz actor. Kişi cinsindən olan aktyor. Nümunəmiz he is a famous actor. O məşhur bir aktyordur. Keçək 8-ci sözümüzə. Actress. Qadın cinsindən olan aktrisa. Nümunəmiz she is a great actress. O möhtəşəm bir aktrisadır. 9-cu sözümüz add. İzahı artırmaq, əlavə etmək və ya bir araya gətirmək. Nümunəmiz please add my name to the list. Zəhmət olmasa mənim siyahıya əlavə edin. 10-cu sözümüz address. İzahı yaşadığınız ünvan və ya kiməsə edilən müraciət. Nümunəmiz what is your address? Sizin ev ünvanınız nədir? 11-ci sözümüz adult. İzahı tam böyümüş yetkin insan deməkdir. Nümunəmiz an adult must sign this. Bunu bir yetkin imzalamalıdır. Və 12-ci son sözümüz advice. Nümunəmiz can you give me some advice? Mənə biraz məsləhət verə bilərsən? İzahı məsləhət və ya tövsiyə diqqət edin. Bu söz ingilis dilində cəmlənmir. Dostlar, bu 12 sözü öyrənməklə siz ingilis dilində təməlinizi gücləndirdiniz. Videonu bəyəndinizsə like qoymağı və kanala abunə olmağı unutmayın. Şərhlərdə bu sözlərdən biri ilə cümlənizi yazın. Mən də gəlib yoxlayım. Növbəti dərsdə siyahının davamını izah edəcəm. Sağ olun.